Gelin çay götürün ya. Bu çaydan yanında getirin. Gözəl gündə, işıqlı bir gündə görüşdük. Və təbii ki, dəyərli qonaqlarımız var. Bakı şəhərindən təşrif gətirirlər. Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyi öz komandasında bizim qonağımızdır. Başda da bir sədri, çox hörmətli Şahin Qədəri və bu ümumiyyətlə dəyərli qonaqlarımızı səmin qəlbinə salamlayıram. Bu mühteşem benim Şamalı'ya hoş geldiniz deyirəm. Əlbəttə ki, təşəkkür edirəm ki, məhz bu qədim diyarı seçiblər, bu qədim diyara təşkil edirlər. Bu Azərbaycanın o zaman şərqin ədəb yurdu, Mədəniyyət Universiteti sayılan Şamalı'ya təşkil gətirirlər. Şamalı əlbəttə ki, ədəbiyyatın, mədəniyyətin mərkəzidir. Belə bir mərkəzdə, belə bir tədbirin keçirilməsi əlbəttə ki, mən hesab edirəm ki, hər bir çox xoşdur və sizlər də ki, bu tədbirdə çox məmnun qalacaqsınız. Dəstərdir ki, Ulu Öndər Heydər Əliyev və Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi naminə şəhidlik zirvəsinə tutalmış vətən övladlarının əziz xatirəsini yad etmək üçün bir dəqiqə Allah rəhmət eləsin. Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində mədəniyyətin, incəsənətin inkişafı, mədəni irsin qorunması, bərpası, inkişafı, insanların asudə vaxtının səmərəli təşkil olunması, gənclərin vətənpərvərlik tərbiyəsi, xalq yaradıcılığının inkişafı, dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Və əlbəttə ki, biz mədəniyyətimizi, incəsənətimizi inkişaf etdirməkdən ötürü, təbliğ eləməkdən ötürü biz mədəniyyət işçilərinin qarşısında da böyük bir məsuliyyət dayanır. Hesab edirəm ki, bizim mədəniyyət işçilərdə bütün bu mədəniyyətimizin, incəsənətinin bütün sahələr üzrə təbliği, inkişafına həmişə öycan dildən yanaşırlar və hesab edirəm ki, bundan sonra da belə olacaq. Və mən böyük mədəniyyət sözü Şahid müəllimə verirəm və xahiş edirəm diqqətlə qulaq asa və kimin nə kimi sualı olsa, kim nə kimi təklifi olsa, əlbəttə ki, gərək bu işlərdə mədəniyyət işçiləri biraz aktiv olsunlar. Kimin nə kimi təklifi olsa, kim nə kimi öz tövsiyələrini vermək istəsə və növbəti tədbirlərdə
bu tədbir belə bir formatda olan tədbirlərin hansı formatda keçirilməsini istəyirsə, yəni onu da deyə bilərsiniz. Və özünüz də bilirsiniz ki, necə deyərlər, Azərbaycan mədəniyyəti 2040 konsepsiyasında əsas amillərdən bilgi mədəniyyəti və insanların bu, necə deyərlər, bir-birinə münasibət, davranış mədəniyyəti əsas qoyulmuş prioritetdir. Və həm də dilimizin, Azərbaycan dilinin təbliğ olunması, qorunması, anamızın südü qədər təmiz, layləsi qədər əziz olan Azərbaycan dilini qorumaq hər bir insanın öz borcudur, hər bir Azərbaycanlının vətəndaşının borcudur. Mən bir məsələn diqqətə çatdırmaq istəyirəm. 1979-cu ildə mən İncəsənət Universitetində təhsil alan vaxtı Moldaviya Respublikasına bizi meyvə tərəvəz aparmışlar. Tələbi inşaat məsələsi deyirlər o vaxtı. Biz deməli, Moldaviya Respublikasının Suvorov rayonunun Tudorov kəndində meyvə tərəvəz toplaşı ilə məşğul İncəsənətin tələbələri bizə bir 75 nəfər tələbi idi. Fasilə vaxtında ayrı söhbət edirdik. Bir də görürük ki, Moldavanlar yəni çox diqqətlə bizə baxır. Sonra yaxınlaşdılar bizə ki, siz danışırsınız, yoxsa oxuyursunuz. Dedik, yox, biz danışırıq, oxumuruq. Dedik, nə gözəl dilimiz var, necə gözəl söz musiqili dilimiz var. Dilimizin gözəlliyi, dilimizin musiqiliyi əcnəbiləri də heyrətə salmışdır. Ona görə də xahiş edirəm ki, biz o dilimizin gözəlliyini qoruyaq. Dilimizdən o yad sözləri tədricən, bəlkə də biraz sürətlə çıxartmaq lazımdır. Məsələn, mən bir məsələyə də toxunmaq istəyirəm. 1649-1650-ci illərdə məşhur Alman səyyahı, alimi Adam Oliyar, Türk səyyahı Ömriyə Çələbi Şamaxıda olur. Onlar yazır ki, Şamaxıda deyil, 70 məscid 1649-1650-ci illərdə 70 məscid, 44 karvansara, 40 mədrəsə, 200 dükan, 10 hamam təsəvvür gətirirsiniz və onlarla bazar meydan. 1667-ci ildə də Şamaxıda dəhşətli zəlzələ olub, 80 min insan olub Şamaxıda və onun ətraf olan kəndlərində, yəni ətraf olan yaşayış məntəqələrində. Və 3 ildən sonra gələn səyyah heyəti izlədə bilmir. 3 ildən sonra Şamaxı əvvəlkindən də yaxşı bərpa olunur. Nə üçün? Çünki burada bu insanlar torpağa bağlı insanlardır, torpağı sevən insanlardır. Bir də qayda bu dükan məsələsi. O dükanın da elə yüzü sənətkarlıq dükanları olur. Deməli, orta əsrlərdə Şamaxıda 100-dən yuxarı sənətkarlıq nümunələri olur. İndi onların da əksəriyyəti hal-hazırda bizim sənətkarlar tərəfindən yaşanılır. Laf bir neçəsini də istəyirəm diqqətinizə çatdıran, tutaq ki, Kələhaydı, sonra miskərlidir, dəmirçilikdir, sonra nəccarlıqdır, sərrazlıqdır, yəqin ki, bilirsiniz, papaqçılıqdır, sərrazlıqda bizdə at aksesuarları hazırdır, yəni ona deyirlər sərrazlıq. Yəni, bunların hazırda bir neçəsi, yəni bunların yaşadılmaqdadır bizim sənətkarlar tərəfindən. Görürsün, dükan deyirdilər, yəni market demirdilər, yəni store demirdilər, o da lazımdır. Nə olar? Başdan yazsınlar Azərbaycan dilində, sonra da biraz balaca hərflə yazsınlar İngilis dilində. Beləsin var, açığı deyirəm, mən Bakıda hansısa bir məşhur küçədən keçirəm, yemək axtarım, yeməkxana axtarım ki, gedim küçə çörək yiyim. Təsəvvür edəsin, göründən keçmişəm restoranların, oxuya bilmirəm, bax orada nə yazır. Keçirmişəm yanımdan. Biz bilməmişəm ki, ora restorandır, salonladır, yeməkxanadır, ya nədir. Ancaq o öz dilimizdə yazırsa birinci növbədə. Sonra da ingilisində yazsa, xarici qonaq çox gəlir da. Ona görə də ingilisində də yazılmalıdır, digər dildə də yazıla bilər. Ancaq ki, birinci növbədə öz dilimizin gözəlliyini olmalıyız. Çünki Cənab Prezidentin də tapşırığı odur. Yəqin ki, mevzusda Milli Elmlər Akademiyası 80 ilində Cənab Prezident xüsusilə onu tapşırır ki, dilimizin gözəlliyi olmaq lazımdır. Necə ki, Ulu Qənimizə Ulu Şad olsun deyir ki, bizim çox gözəl
dilimiz var. Çox ləzzətli dilimiz var. Doğrudan elə o gözəl dilimizi, o ləzzətli dilimizi hamımız o gözəlliyi qorumaq vəzifə borcumuzdur və vətəndaşlıq borcumuzdur. Niyə görə məsəl üçün biz gedək, bəlkə də biraz mövzudan aralandı, niyə görə biz gedək, məsəl üçün, böyük əksəriyyətimiz, gedirsən, məsələn, meyvə-tərəvəz yerə, gələn soruşur ki, Petruşka var, Cəfəri alınır, adı var da. Niyə sən, mən hələ işləmişəm, çox nadir hallarda işləyəm ki, kimsə Cəfəri deyir. Və yaxud da apelsin deyir. Naringidir da bunun adı da, bizdə naringi deyir. Bəlkə başqa da var. Niyə apelsin deyirsən? Bax, bunun adı var da, naringi. Ya məsəl üçün digər, məsələn, çarpay var da, dilimizdə gözəl bir çarpay adı var. Niyə biz buna qravat deyirik? Hə, Ruslan? Elə də öyle. Yəni, bunu çox demək olar, bunu. Ancaq elə yanmaq belənsini aradan görmək lazım da bu yan sözləri. Bu yan sözləri belənsini aradan götürmək lazımdır ki, daha artıq biz uşaq yox, elə artıq deyək da. Yəni, çox böyle tavlandırmaq olar bu məsələ. Ona görə də orada indi əsasən mədəniyyət incəsənət işçiləri ona görə deyirəm ki, bunu ilə istəyirsiniz, çox ciddi məşğul olmalısınız. Biz bunun icrasını təmin eləməyimiz lazım. Hər birimizə bir daha uğurlar arz edirəm və böyük məmnuniyyətlə haqqıya girmək ki, təşəkkür edirəm qapılarım. Şaşmıram, baxıma həmişə belə kirəydilər, sizin kimi belə türlər söyləyərdilər, belə mədəniyyətimizlə bağlı, dilimizlə bağlı. Ölkəmizdə doğrudan da elə ciddi məsələ yoxdur. Xaricdən gələn turist burada görənlər ki, elə öz dilində biz reklamlar yazmışıq. Bizim haqqımızda o yüksək fikirləşə bilməz. Mən düşünürəm ki, doğrudan dedi, cənab prezidentimizin aldığı bu məsələdə sizin qurduğunuz bu məsələdə çox ciddi məsələdir. Ülkəyə gələn turist birinci öz dilimizdə görməlidir ki, nəyinsə bu yazılar, bu reklamlar bizim öz dilimizdə yazılmalı. Bu bilir. Elə mədəniyyət birinci buradan başlamalı. Həm də mənim çox xoş oldu ki, rəhbərimizin dünəmən geçimində tam bildim ki, burada bugün bizim tədbirimizdə iştirak edən əksəriyyəti mədəniyyətçilər. Bu elə çox yaxşıdır ki, bizim hədəfimiz daha effektli olacaq, təsirli olacaq, birbaşa mədəniyyət sahəsində çalışan insanlarımızla görüşürük və biz bir-birimizi daha yaxşı anlayırıq. Xüsusən burada yaşamaq işçilərindən olan bütün şəhərlərdən burada müəmmələr var. Həm də mədəniyyət işçiləri var, çox gözəl olmalı. Mən bilmək istərdim, Şamaxın neçə kəndi var? 63 yaşayış məntəqəsi var, 1 şəhər, 5 məsələ, 57 də kənd. Hər bir kəndin istər-istəməz yaxşı kəndləri ilə bağlı deyiləm, hamısı yaxşıdır. Kəndlərimiz olsa pisdir. Yol ola bilər, yolda çətinliklər ola bilər, Rüzgar kəndlərində hamısının hələ ki, infrastrukturlar təşkil olmaya bilər. Rüzgar dağ yerlər var, qayaq mənzildir. 99% kəndlərə asfalt yolu çəkilir. Hələ böyük kəndlərə də işə olmaq istəyir. Sağ dəqiqəciyə gedirsə, məsələn, çox gedir burada, 8 gün dəqiqəciyə və çeşinə bağlıdır. 2 sadə gedirsə. İndi buradan çıxırsa 20 dəqiqəyə, 22 kilometr, 18 kilometr Soğuz Qərəsinin arasıdır. Orada o tərəfdə 6-7 kilometr. Gedirsən burada, bax, deyək 30 kilometr. Gelib dəqiqə öyrətmək. İşıqlanma sistemi, gələndə məsələn, dumana düşür, bir də bir işıqlanma sistemi, bunlarla yarır. Buradan şərəblər, buradan nə bilir, göllərdə, hamısını asfaltlaşdırılır kəndlərə. Çox rahat gedir kəndlərə. Hamısı kəndlərdə gəlmiş adamlar. 2 kəndimiz var, onlar inşallah yaxınlarda onlarda yol miqrasörüyə həll olunacaq inşallah. Görürüm, yəni yolu görürüm insanlar. Çox daha gəlir. Raporlar da yəni çeşitli. Çox yaxşı olar ki, kəndlərimizin haqqında bizə məlumat bilək, hansı kənddə hansı abidələr var. O videolar düşəcək.
turistlərimiz yanında özümüzdən qonaq gətirər. Elə ki, hansı kəndə neçə, harada gedəcək, hansı kəndə axtarılır. Bunlarda çox qarşı edirəm, iştirakçılarla mövzuya qoşulur. Sonra xanım mədrəsədə gəlirsə, mədrəsədə Alban mədrəsəsində əks eləşdirən abidəmiz var. Mədrəsə kənd ağıdır, ha? Məsələdir. Onda biraz düşünsünlər bizim yoldaşlar da, kəndlərdən gələn yoldaşlar. Hər bir şəxslə tanış olarıq da, təqdim eləyərdi özlərini. Biraz neyse komplekslərimiz də var, kənd insanlarımız biraz çəkilkən olur, gələk o başqa məsələ, kəndə. Ona görə də istəyirik, baxaq. Maşınımızda xahiş edək, Kəmalə xanım, deyəsən o Kəmalə xanım, buyur. Elnara xanım biraz narahat idi. Qədim kənddir. Haradasa tarixi gedib çıxır 12-ci əsrə kəndi. Xaqani Şirvaninin kəndi, Məlhəm kəndi. Xaqani Şirvaninin əmsi Kafiyyətli Ömər İbn Osman. Məlhəm kəndində bir mədrəsə-i tibb mərkəzi açılır. Təsəvvür edirsiniz, 12-ci əsrdə Şamaxıda belə deyək də, tibb akademiyası. Açın Şirvanşahın dəstəyi ilə. Mən burada müşahidələrdə belə siz danışdınız. Əvvəl fikirləşirdim ki, torpaq, su, amma təhsil ocaqları olur ki, belə şəxsiyyətlər. Bəli, bəli. Böyük kitabxanalar olur burada, təhsil ocaqları olur. Deməli, insan hələ xamlar, onu yetişdirmək üçün təhsil lazım. Burada da qollar olduğuna görə belə insana yetişir. Sonra bizdə Cümə məscidin həyətində, qulaq asın bir dəqiqə, 12-ci əsrin dini və dünyəvi mədrəsəsi var. O da təsəvvür edir ki, universitet səviyyəsində, akademiya səviyyəsində bir təhsil, həm dini, həm dünyəvi cəhətsə. Orada həm hücrələr var orada da, bir sol tərəfdə oğlanlar təhsil alıb, sağ tərəfdə qızlar, 12-ci əsrdə. Şamaxıda nə boyda bir inkişaf olub. Həm də o Şirvanşah sarayının zəngin kitabxanası olub, Şamaxının özündə kitabxana olub. Hələ 12-ci orta əsrlərdə. Bu uğurun arxasında deməli bu təhsil olub, bu təhsil ocaqları oldu. Yoxsa insanlar belə şəxsiyyətlər çətin belə insanlar çıxa bilərmiş. Bu deməli təhsil çox önəmli məsələdir. Çox geniş. Onunla aşılığında xahiş edəyək. Aşı ixtiyarı dinləyək. Burada bu saz bizim daxilimizdir, mənəviyyatımızdır, zənginliyimizdir, kimliyimizdir. Efendim, mən istəyərdim ki, şahlarımızın burada dəyərli sənətkarlarımız var. Özünüz bilirsiniz, Şamaxı sənətkarlar ocağı. Özəl xanəndəmiz İslam Nazı Yozalı, Devrin qardaşım və bizim gənc xanımız. Xahiş edəm, biriniz gəlməlidir. Və Şirvanda böyük ustad aşıqlarımız olsun, onlarla uğraşan olsun. Aşıq xanımlar, aşığımızda indi yoxdur burada. Vəzifətlərin üstündə düşür, ona görə də Şirvan havası olun, yəni ki, mahkumların içində. Gəzdim qarış-qarış Azərbaycanı, mən öz şeirim şarında. Mən əsr cənnəti Şirvanda gördüm. Sabir torpağına bir ayaq bastım, mən şeiri sənəti Şirvanda gördüm. İnsanları mehribandır, əzizdir, ürəkləri bürünmandır, dənizdir. Bizimlə ən çətin anlara dözdüm, dosta səxavəti Şirvanda gördüm. Qonaq oldum obasında elində, çörək kəsdim süfrəsində evində, şirinlik var Qadoyanın ləhcəsində dilimdə, əsl bərəkəti Şirvanda gördüm. İxtiyaram ayrı düşdüm elimdən, çənənimdən, çiçəyimdən, gülümdən, dar günümdə kömək tutdu əlimdən. Qonağa hörməti Şirvanda gördüm, dosta səxavəti Şirvanda gördüm. Bir alqışlar gəldim.